Döş dərisində qızartı və istilik hissi. Bu tip problemlərlə müraciət edən pasiyentlər kifayət qədər çoxdur. Süd vəzi dərisində qızartı və şişkinlik əlaməti bir çox xəstəliklərdə ola bilər. Onların arasında ən ciddi və ən problemli xəstəlik kimi mən süd vəzi xərçəngini qeyd etmək istəyərdim. Bu əlamətə biz göz ardı etməməliyik, mütləq şəkildə ona qarşı diqqətli olmaq lazımdır və bir çox hallarda döş vəzdə olan qızartı və şişkinliyə xanımlar diqqət eləmirlər. Əgər bununla yanaşı sizdə ağrı varsa, o zaman həkimə müraciət edirsiniz. Ancaq döş vəzdə olan qızartı və şişkinlik həm süd vəzi xərçəngində, həm də süd vəzinin xoşxasiyyətli xəstəliklərində, məsələn, mastitdə və vərəm xəstəliyində də, süd vəzinin vərəmində də bu əlamət ola bilər. Sizdə bu əlamət, yəni qızartı və şişkinlik əlaməti varsa, süd vəzinizdə vaxtında həkimə müraciət etmək lazımdır. Çünki bu daha ciddi bir xəstəliyin əlaməti ola bilər.